Salam dostlar, bugün sizə ChatGPT-dən daha güclü ola biləcək 5 gizli AI saytını göstərəcəm. Bu alətlərin çoxunu insanlar hələ tanımır, amma işinizi, vaxtınızı və nəticələrinizi ciddi şəkildə dəyişə bilər. Ən maraqlısı isə odur ki, bunların əksəriyyəti pulsuzdur və gündəlik istifadə üçün çox rahatdır. Əgər siz YouTube ilə məşğulsunuzsa, kontent hazırlayırsınızsa, tələbəsinizsə, bizneslə məşğulsunuz və yaxud da sadəcə işinizi daha sürətli görmək istəyirsinizsə, bu videodakı AI alətləri sizə ciddi kömək edəcək. Videonun sonunda göstərəcəyim alət isə məhsuldarlığınızı tam başqa səviyyəyə çıxara bilər. Ona görə videonu axıra qədər izləyin. Birinci alət Perplexity AI-dır. Bu alət bir növ Google və ChatGPT-nin birləşmiş versiyası kimidir. Sadəcə sual yazırsınız və sizə həm cavab verir, həm də həmin cavab mənbələrini göstərir. Bu çox vacibdir, çünki adi AI alətləri bəzən səhv məlumatlar verə bilir. Amma Perplexity AI sizə məlumatları haradan götürdüyünü də göstərir. Məsələn, 2026-cı ildə ən yaxşı gaming laptop hansıdır? Və yaxud Windows Restart problemi necə həll edim? Kimi suallar yazırsınız və saniyələr içində detallı cavab alırsınız. Xüsusilə araşdırma edənlər, tələbələr, freelancerlar və düzgün məlumat axtaranlar üçün bu alət çox güclüdür. İkinci alət Gammadır. Təqdimat hazırlamaq bir çox insan üçün vaxt aparan bir işdir. Slayd dizaynı, mətnlərin düzülməsi, vizual görünüş, bunların hamısı vaxt alır. Gamma isə bunu sizin yerinizə edir. Sadəcə mövzunu yazırsınız, məsələn, biznes plan və yaxud da marketinq strategiyası yazırsınız və Gamma bir neçə saniyəyə professional görünüşlü prezentasiya hazırlayır. Bu, həm universitet tələbələri, həm ofis işçiləri, həm də sahibkarlar üçün çox faydalıdır. Üçüncü alətimiz Evelyn Labs-dır. Bu platforma süni intellekt vasitəsilə real insan səsinə çox yaxın səslə yaradır. Əgər siz YouTube videoları hazırlayırsınızsa, reklam mətnləri yazırsınızsa və ya dublaj lazımdırsa, bu alət sizi xilas edə bilər. Sadəcə mətn yazırsınız və Evelyn Labs onu professional səslə oxuyur. Hətta fərqli tonlar, kişi və qadın səsləri, müxtəlif dillər seçmək mümkündür. Üzünü göstərmədən kontent hazırlayanlar üçün bu həqiqətən çox güclü vasitədir. Dördüncü alət Remove BG-dir. Bu sayt bir kliklə şəklin arxa fonunu silir. Thumbnail hazırlayanlar, məhsul şəkillər düzəldənlər, Instagram postları hazırlayan və dizayn işləri görənlər üçün çox rahat bir proqramdır. Normalda Photoshop açmaq, şəkli kəsmək və arxa fonu silmək vaxt aparır. Amma burada sadəcə şəkil yükləyirsiniz və sistem avtomatik olaraq arxa fonu təmizləyir. Xüsusilə YouTube thumbnail hazırlayanlar üçün çox faydalıdır. Beşinci və ən maraqlı alət isə Notion AI-dır. Bu alət sadəcə qeyd proqramı deyil, tam bir məhsuldarlıq sistemidir. Planlama, ideya toplamaq, işləri sıralamaq, gündəlik task yaratmaq və hətta kontent strategiyası qurmaq üçün çox güclüdür. Məsələn, siz bir həftəlik YouTube kontent planı hazırla komandasını yazırsınız və sistem sizə tam bir plan verir. Və yaxud gündəlik iş rejimi, biznes planı, kitab ideyası və hətta gələcək video mövzuları yarada bilərsiniz. Bu alət xüsusilə intizamlı işləmək istəyənlər üçün əladır. Əgər bu videodakı alətlərdən hansısa diqqətinizi çəkirsə, kommentlərdən yazın. Siz ən çox hansını istifadə edərdiniz? Daha çox belə gizli və faydalı AI alətləri istəyirsinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videoda sizə pul qazandıran AI saytlarını göstərəcəm və orada daha güclü alətlər olacaq. Ona görə də kanalda qalın. Görüşənədək.